Salam əksə, birdən Riyaziyyat YouTube kanalına xoş gəlmisiniz. Bu dərs videomuzda faiz məsələlərinin tənasibi ilə asan şəkildə necə həll oluna biləcəyinə baxacağıq. Bir bildiriş edim ki, bu video 7-ci dərs videosundan alınmış bir hissədir. Biz faiz məsələlərinə ardıcılıqla belə baxacağıq. Birincisi, ədədin faizinin tapılmasına aid bir nümunə, ikinci, faizinə görə ədədin tapılması, üçüncü, bir ədədin digər neçə faizi olduğu, dördüncü isə artma və ya azalma məsələlərinə uyğun olaraq bir məsələyə baxacağıq. Keçək birinci ədədin faizinin tapılmasına. Məsələ birincisi belə idi, ədədin faizinin tapılmasında. 25-in 20 faizini tapın. Biz normalda nə edirdik? 25-i vururduq 20-yə, bölürdük 100-ə. Düzdür, eləmi? Amma tənasüblü eləsək necə olar? Gəlin baxaq. Düşünün ki, bu qaydanı isə yadınızdan çıxıb. 25 nədir? Biz tam ədədə 100% deyirik, hə? Gəlin 25-ə 100% deyək və bu zaman onun 20%-ni nə hesaba bilərik? 20%-ni bilmirik də x yazarıq. Ümumiyyətlə bunu bilin ki, yəni onsuz da həmişə faizdə düz mütənasibətli olacaq. Çarpaz vuraq gedək. 25 vurulsun 20 bərabərdir x vurulsun 100. Yenə bizim faiz düsturumuz alınır, sadəcə tənasüblə gedirik. 25 ilə 100-ü çarparmaq istəyirəm 25-ə. 25-i 25-ə 1, 125-ə bölsəm 4. Sonra da 4 ilə 20-ni 4-ə ixtisar və 5 qalır. X da bərabərdir 5-ə. Bir digərini keçək, faizini görə ədəd tapmağa. Məsələmizi göndərək. Deyir 20% 25 olan ədəd tapın. Normalda nə edirdik? Deyirdik ki, 100-ə vurub faizə bölün. Qayda yadınızdan mı çıxdı? Gedin yenə tənasübə. Biz 100% olan ədədi bilmirik. X-ımız deyək ki, bütün ədədimiz 100%. Bilmirik də qardaş. Biz deyirik ki, bu ədədin amma bilirəm ki, mən 20% 25-dir. 20%imiz isə 25-dir. Yenə nə qardaş, get çarpazı vur getsin. X vurulsun 20 bərabərdir 25 vurulsun 100. Mən 20 ilə 25-i ixtisar parmaq istəyirəm 20-yə. 20-ni 20-yə böldüm 1, 120-yə böldüm 5. X da bərabərdir 25 vurulsun 5, yəni 125. Həqiqətən tapsaz görərsiniz ki, 100% 125 olan ədədin 20% 25-dir. Bir digərinə keçək vəbşə. Bir ədədin digərinin neçə faiz olduğunu tapmağı. Məsələdə deyir ki, 17-68-in neçə faizdir? Normalda biz nə edirdik? 17-ni bölürdük 68-ə, vururduq 100%. Təbii ki də rahat düsturdur, amma görək bunu tənasüblə necə eləyə bilərik? Deyək 68-ə 100%. Niyə 68-ə 100% deyirəm? Çünki deyir axı 17-68-in neçə faizidir? 17-yə bilmirik faizində, buna bir x qoyuram, yəni x faiz. Yenə edirəm, vur geçsin çarpaz. 68 vurulsun x bərabərdir 17 vurulsun 100. 17-ni 68-ə 17-yə ixtisar parmaq istəyirəm. 68-i 17-yə bölsək 4. 4 ilə də 100-ə aparsam 25. X-ımız neçə edir? 25% edir. Demək ki 17 68-in 25% imiş. Lap keçək artma azalma məsələlərinə. Deyir ki, malın qiyməti əvvəlcə 50 manat idi, sonradan qiyməti 20% artdı. Malın qiyməti neçə manat oldu? Normalda nə edərdik? İlkin qiyməti 50-ni götürərdik, artma olduğu üçün toplayardıq nəyə? 50-nin 20% ilə. Təbii ki, yenə dediyim kimi rahat düsturdur, amma görək bunu tənasüb ilə necə həll edə bilərik. Deyir ki, 20% artdı, düzdür? Demək ki, əvvəlcə qiymətimiz neçə idi? 100% idi, 20% artdı. Bu neçə oldu? 120%, düzdürmü? Bunu ağlınızda saxlayın. 50 bizim neçə faizimiz idi? 100%imiz deyildi ilkin qiymətimiz. Sonra isə 20% artıb 120 oldu. 120% tapaq da tənasüblə. Çarpaz vur geçsin. Nə alınacaq? 50 vur 120 bərabərdir 100 vur x. 50 ilə 100-ü 50-yə ixtisar aparmaq istəyirəm. 100-ü 50-yə böldük 2. 2 ilə də 120 gedir 60. X bərabərdir 60. Həqiqətən faizlə də geçsəz görərsiniz, malın qiyməti daha doğrusu 20% qalxsa 60 olar. Bu qədər sadə. Yəni ki, heç düsturları əzbərləməyə inan ki, ehtiyac yoxdur. Riyaziyyat bir əzbərləmə elmi deyil. Riyaziyyat sadəcə məsələni sizin necə həll edəcəyinizə baxır. İstər faizin düsturu ilə gedin, istər tənasüb ilə gedin. İnan ki, mən tələbə vaxtı heç faiz düsturlarını o qədər də önəmsəmirdim. Çünki mənim əlimdə tənasüb kimi möhtəşəm bir şey var idi. Və bundan da lazımınca istifadə edim və faiz məsələləri artıq mənə su kimi gəlir. Bu tənasübdən çoxca faizlərdə qorxmayın, istifadə edə bilərsiniz. Dərsimiz bu qədər, sağ olun.